Quranın sətr altısında görsən ki, mən bunu məcazi deyirəm, amma Allah özünü öldürür ki, sən günah eləmə. Bax, Quranın, bax, bu çox mühüm məsələdir, valla. Quranın sətr altısında bu şey var ki, Quranda açıb oxuyanda havası adam vurur ki, bunu göndərən, bu kitabın müəllifi ki, Allahdır. Bunun bir əsas dərdi səri budur, bu qədər sözlərdən. Xülasə budur ki, günah eləyib öz-üzə zərbə vurub bədbəxt eləməyib. Və bunun üçün kitab göndərib. Bütün qayğısı, dərdi bəndələrin günah eləməməsi. Kitab, peyğəmbərlər, imamlar göndərir bizə tərəf. Bütün nə üçündür bunlar? Mən elə bir iş görməyim, öz zərərimə bitsin həyat. Vallah, vallah. Bax, Allahın Allahlığı burada zuhur edir. Sevgiyə bax. Qətligaha imam göndərir, İmam Hüseyni. Ki, günahdan bizi qorusun, axırımız pis olmasın. Bu qədər bizi sevdiyinə inanırıq, inanmırıq. Sevgisi Quranda əvvəldən axıra qədər zuhur eləyir. Quran nədir? Quran budur ki, Allah özünü oda közə vurur, belə demək mümkünsə, oda közə vurur ki, bəndəm günah eləməsin.